Yəsribdə, Mədinədə bir tabaqda xurma yeyirdilər. Həzrəti Peyğəmbər Əli əleyhissalamı dilləndirmək üçün, danışdırmaq üçün nə edir? Xurmanın tumlarını qoyur onun qabağına. Sonra axırda deyir ki, nə qədər xurma yemirsən, mənim qabağımda bir dənə toxum yoxdur. Gör nə qədər toxum var qabağımda. Əli əleyhissalam da elə heç halını pozmur. Elə yeyə deyir ki, mən heç olmasa tumunu çıxartıram, sən tum qarşılığında yəqin. Seyyid Əzimdə var bu şey ki, bir gün Yəsrib içrə avlə əba, bir təbəqdə yeyirdilər xurma. Nə yedisə Rəsul-i aləmiyyan, toxmini bir bəbir həmin pünhan. Qoydu şiir xuda qabağında, zikr olundu onun bu söz dodağında. Ya Əli zahir oldu ki sən, xurmanı hamından füzun yemisən. Bir gör qabağımda toxmu xurma yox, vardır qabağında hamımızdan çox. Bu vaxt dinlənib mən ol səxakanı, dedi udmusan sən də toxmu ilə xurmanı. Buna güldü cümlə avlə əba, mərhaba söylədi Rəsul-u Xuda.